Değerli hörmətli YouTube izləyicilər, TikTok səhifəmin izləyicilər, sizlər üçün növbəti Vaz 2107 markalı avtomobilin çəkisini eləyəcəm. Deməli, maşınımızın ili 2005-dir. Karbürator motordur. Motor yağ yemir. Karobka 5'dir, atmır. Difirində səsi yoxdur. Bugünkü günə qlobal problemi yoxdur. Deyə bilərsiniz, maşın, yəni hava şəraitinə uyğun olaraq maşınımız çikilidir gördüyünüz kimi. Start maşın sahibi start olaraq qiyməti 4000 manat deyib. Real alıcıya təbii ki endirim olunacaq. Bir dənə maşın sahibinin nömrəsini sizlər üçün deyim. Deməli 050 598 2708. Maşın sahibinin adı Vəfadardır. Maşına Göyçayda baxmaq mümkündür. Baxırıq, maşının salonu yaxşı vəziyyətdədir. Bir dənə arxa yük yerini açacağım. Belə deyək, yük yerini açacağım. Pult sistemdir maşınımız. Gördüyünüz kimi salon, yenə də deyirəm, səliqəli, böyük monitor gördüyünüz kimi və bir dənə bu yük yerini qaldırım sizlər üçün göstərim. Bacardığım qədər mən çəkib göstərməyə yəni istəyirəm ki sizlər də şahidi olasınız. Və görək pult sistemi işləyirmi? Aha, işləyir. İşləyir, pult sistemi işləyir. Maşınımızda açarı taxaq, salonu göstərdim. Və mühərrik yeri gördüyünüz kimi karbürator motordur, problemsiz. Belə çəkdim, göstərdim. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bunu haqqında.